Hər kəsi xoş gördük. Elmi və texnoloji yeniliklərdən xəbərdar olmağınız üçün Deyro növbəti dəfə efirdədir. Xüsusi hazırlanmış təyyarələr havaya maye buraxaraq günəş şüalarının qarşısını alır və yerin temperaturu aşağı salınır. Bu yuxu kimi görünsə də, bu gün dünyanın ən nüfuzlu universitetlərində və tədqiqat mərkəzlərində ciddi şəkildə müzakirə olunan bir ideyadır. Bəli, alimlər qlobal istiləşmənin gələcək fəsadlarının qarşısını almaq üçün müxtəlif yollar düşünürlər. İdeya bundan ibarətdir. Nəhəng qanadları olan xüsusi təyyarələr adi sərnişin təyyarələrindən kilometrlərlə yuxarıda stratosfer adlanan atmosfer qatına xüsusi maddələr buraxırlar. Məqsəd isə sadədir. Günəş işığının bir hissəsini kosmosa geri əks etdirmək və planetin temperaturunu aşağı salmaq. Bu texnologiyanın adı geomühəndislikdir. İdeyanın özü əslində elə təbiətdən götürülüb. Tarix boyu böyük vulkan püskürmələri atmosferə milyonlarla ton kükürt birləşmələri buraxıb və nəticədə yer kürəsində temperatur müvəqqəti olaraq aşağı düşüb. Alimlər indi eyni effekti süni şəkildə yaratmağın mümkün olub-olmadığını araşdırırlar. Bu missiyanı həyata keçirə biləcək təyyarələr və hansı maddənin istifadə olunacağı müzakirə və araşdırma mövzusudur. Plan təbii ki, birmənalı qarşılanmır. İdeyaya tərəfdar olanlar və qarşı çıxanlar da var. Tərəfdarlar iddia eləyirlər ki, geomühəndislik gələcəkdə milyonlarla insanı ölümcül istilik dalğalarından, quraqlıqlardan və daşqınlardan qoruya bilər. Tənqidçilər isə başqa sual verir. Əgər biz planetin iqlim sisteminə müdaxilə etsək, bunun bütün nəticələrini əvvəlcədən hesablaya biləcəkmi? Bəzi araşdırmalar göstərir ki, geniş miqyaslı geomühəndislik müxtəlif bulud, yağış, külək kimi hava vəziyyətlərini dəyişdirə bilər. Bəzi bölgələrdə kənd təsərrüfatına zərər verə bilər və hətta xəstəliklərin yayılma xəritəsini dəyişə bilər. Buna baxmayaraq, bəzi alimlər hesab edir ki, iqlim böhranı daha da dərinləşsə, bəşəriyyət bu texnologiyaya mütləq şəkildə ehtiyac duyacaq və bütün hallarda sual açıq qalır. Geomühəndislik gələcəyin xilasedicisi olacaq, yoxsa insanlığın həyata keçirdiyi ən riskli təcrübələrdən biri? Batmayan gəmi istehsal olundu ifadəsini yaxın tarixdə eşidə bilərik artıq. Titanikdən sonra 100 ildir mühəndislər bu ideyanın arxasınca gedirlər. İndi isə görünür ki, elm bu məqsədə heç olmadığı qədər yaxınlaşıb artıq. ABŞ-ın Rochester Universitetinin alimləri suya qarşı demək olar ki, allergiyası olan bir metal hazırlayıblar. Bu metalın sirri onun özündə deyil, səthində gizlənir. Tədqiqatçılar alüminium boruların içini lazerlərlə elə oyublar ki, orada mikroskopik çuxurlar və teksturalar yaranıb. Nəticədə səth super hidrofobik xüsusiyyət qazanıb. Sadə dillə desək, su bu səthə toxunmaq belə istəmir. Borular suya salındıqda onların daxilində hava qalır. Bu hava suyun içəri dolmasına imkan vermir və borunun üzməsini təmin edir. Alimlər boruları həftələrlə sınaqdan keçiriblər və üzmə qabiliyyətində heç bir azalma müşahidə olunmayıb. Daha da təəccüblüsü odur ki, bu borulara böyük deşiklər açılsa belə, onlar yenə də üzməyə davam ediblər. Bu texnologiya gəmilər, xilasetmə avadanlıqları, modul limanlar, hətta dənizdə yerləşən külək elektrik stansiyaları və dalğa enerjisi sistemlərinin istehsalında belə ciddi gələcəkdə töhfələr verə bilər. Yəni söhbət sadəcə daha təhlükəsiz gəmilərdən getmir. Bu texnologiya okeanlarda işləyən bütün infrastrukturu dəyişə bilər. Google yeni ağıllı ev dinamikini satışa çıxardı. Bu dəfə söhbət sadəcə musiqi səsləndirən və ya hava proqnozunu deyən bir cihazdan getmir. İyunun 25-də satışa çıxan yeni Google Home Speaker şirkətin Gemini süni intellekti ilə işləyən ilk ev köməkçisidir. Qiyməti isə təxmini $100 civarındadır. İlk baxışdan adi bir ağıllı kolonka kimi görünür, amma Google'un ideyasına görə bu cihazda danışmaq artıq köhnə səsli köməkçilərlə danışmaq kimi olmayacaq. Gemini söhbətin kontekstini yadda saxlayır. Siz bir neçə sualı ard-arda verə, fikrinizi yarımçıq dəyişə və ya birdən çox tapşırığı eyni anda istəyə bilərsiniz. Yeni cihazın diqqət çəkən tərəfi təkcə süni intellekt deyil, əvvəlki modellərlə müqayisədə daha güclü səs sistemi, 360 dərəcə audio və daha dərin bas təqdim olunur.
Beləliklə, süni intellekt artıq telefonlarımızdan çıxıb evimizin içinə daxil olur. Hər halda bu dinamik həm süni intellektin imkanlarından yararlanmaq istəyib, həm də telefon ekranlarından uzaqda qalmaq istəyənlər üçün ideal seçim ola bilər. Təsəvvür edin, səhər işə gedirsiniz, iş yerində yeni əməkdaşlar peyda olub. Nə yorulurlar, nə nahar fasiləsi istəyirlər, nə də maaş artımı kimi bir tələbləri var. Üstəlik 24 saat işləyə bilirlər. Bir zamanlar təsəvvürümüzə belə gətirə bilmədiyimiz hadisələrlə artıq qarşı-qarşıyayıq. Görüntülər BMW-nin ABŞ-dakı zavodundandır. Şirkət yeni Figur 03 adlı insana bənzər robotu real istehsalat prosesinə cəlb etməyə başlayıb. Maraqlısı budur ki, bu robot sadəcə bir qolu hərəkət etdirən klassik sənaye robotu deyil. O insanların işlədiyi mühitdə hərəkət eləyir, əşyaları tanıyır, daşıyır və mürəkkəb logistika tapşırıqlarını yerinə yetirir. BMW bildirib ki, bu işdən çıxarmalarla nəticələnməyəcək. Burada məqsəd insanları tam əvəz etmək də deyil. Əksinə, monoton, fiziki cəhətdən ağır və təhlükəli işləri robotlara verməklə insanların bir qədər yükünü azaltmağa çalışır BMW. Ən azından hələlik belə deyilir. Amma gəlin bir düşünək. Bu gün köməkçi kimi gələn robotlar sabah neçə peşəni dəyişəcək? İstehsalat bunun hələ başlanğıcıdır. Sabah ambarlarda, xəstəxanalarda, otellərdə, hətta ofislərdə belə humanoid robotlar görə bilərik artıq. Ən maraqlısı isə budur ki, zehni işi onsuz da bilən süni intellekt və robotlar fiziki işi də artıq öyrənirsə, insan üçün gələcəyin ən dəyərli bacarığı nə olacaq ya da nə olmalıdır? Hər halda bu sual açıq olaraq qalır. WhatsApp-da öz istifadəçi adınızı indidən rezerv eləsəniz yaxşı olar. Çünki şirkət böyük dəyişikliyə hazırlaşır. İndiyə qədər birinə WhatsApp-da yazmaq üçün mütləq telefon nömrəsini bilməli idik. Amma görünür bu dövr yavaş-yavaş sona çatır. WhatsApp yeni funksiya üzərində işləyir. Artıq insanlar telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə saxlaya biləcəklər. Yəni Instagram və ya Telegramda olduğu kimi sizə yazmaq istəyən şəxsin nömrənizi deyil, sadəcə istifadəçi adınızı bilməsi kifayət eləyəcək. WhatsApp-da artıq bu funksiya açıqdır. Bəlkə profil bölməsindən daxil olub özünüzə istifadəçi adı rezerv eləyə bilirsiniz. Rezerv elədiyiniz istifadəçi adı sizə məxsus olacaq və funksiya aktivləşəndə istifadə edə biləcəksiniz. İlk baxışda bu kiçik bir dəyişiklik kimi görünür, amma əslində çox böyük fərq yarada bilər. Çünki bu yenilik şəxsi məlumatların qorunmasını gücləndirə bilər. Artıq tanımadığınız insanlara telefon nömrənizi vermədən ünsiyyət qurmaq mümkün olacaq. Bu xüsusilə onlayn satış edənlər və yeni tanışlıqlar üçün maraqlı bir yenilikdir. Amma bunun başqa bir tərəfi də var. Telefon nömrəsi artıq uzun illərdir rəqəmsal kimliyimizin əsas hissəsidir. Bəs sabah insanlar bir-birinin nömrə ilə yox, sadəcə istifadəçi adı ilə tanıyacaqsa, bu bizim ünsiyyət vərdişlərimizə necəsə təsir edəcəkmi? Bəlkə də gələcəkdə telefon nömrəsi sadəcə qeydiyyat üçün lazım olacaq. Gündəlik yazışmalarda isə heç istifadə edilməyəcək. Texnologiya hər dəfə həyatımızı biraz da sadələşdirir. Bir zamanlar məktublar var idi. Sonra SMS gəldi, daha sonra mesaj tətbiqləri həyatımıza daxil oldu. İndi isə görünür, telefon nömrəsinin özü də artıq arxa plana keçməyə başlayır. Sırada nə var? Zaman göstərəcək. Klinikada yox. Demək olar ki, bir spa mərkəzində su ilə dolu xüsusi platformaya daxil olursunuz və cəmi 1 dəqiqə ərzində bədəninizin 3D xəritəsi hazırlanır. Nə rentgen şüası var, nə də MRT aparatının içində uzun müddət gözləməyə ehtiyac yoxdur. Bu artıq reallıqdan uzaq, əlçatmaz xəyal deyil. Süni intellekt sahəsində tanınan Midjourney şirkəti tibbi texnologiya sahəsinə
daxil olduğunu rəsmən açıqladı. Şirkətin hazırladığı yeni tam bədən ultrasəs skaneri, səs dalğaları və xüsusi ultrasound on chip texnologiyası vasitəsilə insan bədəninin görüntüsünü yaratmağı hədəfləyir. Texnologiyanın işləmə prinsipi sadədir. Xüsusi hazırlanmış ilıq su ilə doldurulmuş skan hovuzuna daxil olursunuz və təxminən 60 saniyə ərzində hərəkətsiz qalırsınız. Hovuzun daxilində yerləşdirilmiş onlarla ultrasəs sensor eyni anda bədəninizə yüksək tezlikli səs dalğaları göndərir. Su bu dalğaların bədən boyunca effektiv yayılmasını təmin edir və geri qayıdan siqnalları minimum etki ilə sensorlara çatdırır. Toplanan milyonlarla məlumat nöqtəsi yüksək performanslı kompüterlər tərəfindən emal edilir. Müxtəlif bucaqlardan alınan siqnallar birləşdirilərək bədəninizin 3 ölçülü rəqəmsal modeli yaradılır. Daha sonra alqoritmlər və süni intellekt bu modeli analiz edərək əzələləri, pi toxumasını və digər anatomik strukturları qiymətləndirir və nəticələri qısa müddət ərzində həkimin və ya istifadəçinin ekranına təqdim edir. Bilirik ki, kompüter tomoqrafiyası rentgen şüalarından istifadə edir. MRT isə çox güclü maqnit sahəsi yaradır. Bu sistem isə yalnız yüksək tezlikli səs dalğaları ilə işləyir. Yəni hər hansı ionlaşdırıcı radiasiya yoxdur. Şirkətin məqsədi xəstəlik yaranandan sonra müalicə etmək yox, dəyişiklikləri mümkün qədər erkən görməkdir. Bu cihaz hələ geniş tibbi diaqnostika üçün təsdiqlənməyib. Bir çox həkim və radioloq bildirir ki, bu texnologiya ümidverici olsa da, onun MRT və ya digər tibbi müayinələri tam əvəz edə biləcəyini söyləmək hələ tezdir. Bununla belə prosesin başlaması belə artıq həyəcan vericidir. Əgər gələcəkdə insanlar ildə bir dəfə yox, ayda bir dəfə, hətta hər həftə bədənlərini təhlükəsiz şəkildə skan etdirə bilsələr, bəlkə də bir çox xəstəlik hələ simptom vermədən aşkar ediləcək. Texnologiya bizi elə bir dövrə aparır ki, sağlamlığımızı yalnız xəstələnəndə yox, hər gün izləyə bilərik. Yay gəldi və hər kəsin bir nömrəli düşməni ağcaqanadlar yenidən peyda oldu. Bizim ağcaqanadlarla mübarizə yolu axtardığımız zamanda paralel olaraq okeanın o biri tayında hər həftə milyonlarla ağcaqanad istehsal edilərək təbiətə buraxılır. Bəli, düz eşitdiniz. Bu fabrik geyim, telefon, kompüter yox, məhz ağcaqanad istehsal edir. Bəs bizim illərdir xilas olmağa çalışdığımız ağcaqanadlar niyə indi kütləvi şəkildə yetişdirilir? Bunun səbəbi nədir? Səbəb əslində maraqlıdır. Dünyada hər il minlərlə insan malyariya kimi xəstəliklərdən həyatını itirir. Bill Gates fondunun dəstəklədiyi bu layihədə alimlər düşünür ki, əgər ağcaqanadların xəstəlik yaymaq qabiliyyətini zəiflətmək və ya onların sayını idarə etmək mümkün olsa, milyonlarla insanın həyatını xilas edə bilərik. Bu məqsədlə xüsusi bakteriya daşıyan, digərlərində isə genetik xüsusiyyətləri dəyişdirilmiş ağcaqanadlar yetişdirilir. Çox maraqlı yanaşmadır həqiqətən. Və müəyyən bölgələrə buraxılır bu. Ağcaqanadların içində Wolbachia adlı təbii bakteriya olur. Hansı ki bu bakteriya insan üçün təhlükəli hesab edilmir. Amma virusların ağcaqanadın bədənində çoxalmasını çətinləşdirir. Yəni nəticədə həmin ağcaqanad insanı sancsa belə virusu ötürmə ehtimalı olduqca aşağıdır. Bir növ bu üsuldan ağcaqanadları vaksinləmək üçün istifadə eləyirlər də deyə bilərik. Bu bakteriyanın daşıyıcıları olaraq təbiətə buraxılan ağcaqanadlar digərləri ilə əlaqədə olaraq onların da virusu ötürmə qabiliyyətini aşağı salırlar. Hər şey ümumi mənzərədə yaxşı görünür. Amma təbii ki bir amması da var. Bu addımı dəstəkləməyənlər də kifayət qədərdir. Hətta bu laboratoriyaların fəaliyyət istiqaməti ilə bağlı təzadlı söz-söhbətlər də var. Amma onları buradan səsləndirib fikirlərinizi bulandırmaq istəmirəm. Bəzi alimlər və ekoloqlar xəbərdarlıq edirlər ki, təbiət çox mürəkkəb bir sistemdir. Bir növün genetik xüsusiyyətini dəyişmək və ya onun sayını azaltmaq gələcəkdə ekosistemə necə təsir edəcək? Bunu tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil. Məhz buna görə bu texnologiyalar ətrafında ciddi
elmi və etik müzakirələr hələ də davam edir. Bəli, insan artıq təbiəti təkcə müşahidə eləmir, onu dəyişməyə də başlayıb. Texnologiya bizə inanılmaz imkanlar verir. Amma hər böyük imkan həm də böyük məsuliyyət deməkdir axı. Bitkilərin necə nəfəs aldığı ilk dəfə canlı şəkildə izlənildi. Bəli, bitkilərin canlı olması elmə sir deyil, heç kəsə də sir deyil. Amma bunu heç vaxt canlı müşahidə etmək mümkün olmamışdı. Gördüyünüz bu görüntülər təbiətin yaradılışının möhtəşəmliyini bir daha göz önünə sərir. Bitkilərin yarpaqlarında stoma adlanan mikroskopik dəliklər var. Yəni bu dəliklər açılıb bağlanaraq karbon qazını qəbul eləyir, oksigen və su buxarını xaric edir. Yəni bitkinin həyatını davam etdirməsi üçün vacib proseslərin biri məhz burada baş verir. İndiyədək alimlər bunun sadəcə şəklini, sertiyojunu təqdim edə bilirdilər. Illinois Universitetinin araşdırmaçılarının ixtira etdiyi yeni sistem sayəsində alimlər yarpaqlardakı bu mikroskopik dəliklərin necə açılıb bağlandığını izləyə biliblər. Eyni zamanda bitkinin nə qədər karbon qazı qəbul etdiyini və nə qədər su itirdiyini də burada ölçmək mümkündür. Hətta bu proseslərin təhlilində süni intellektdən də istifadə olunur. Gələcəkdə bu texnologiya daha az su ilə böyüyən, quraqlığa daha davamlı və ya daha məhsuldar bitkilərin yetişdirilməsində ciddi şəkildə kömək eləyə bilər. İqlim dəyişikliyinin sürətləndiyi bir dövrdə bu sadəcə elmi nailiyyət deyil, bu gələcəyin ərzaq təhlükəsizliyi üçün də böyük bir addımdır. Xanımların və uşaqların sevimlisi Labubu oyuncağına deyəsən rəqib gəlir. Yaponiyanın Yukai Engineering şirkəti Mirumi adlı çox fərqli bir robot hazırlayıb. İlk baxışdan yumşaq oyuncağa bənzəyir, çantanızın qarşısına yapışır və ətrafı izləyir. Ancaq ən maraqlısı onun davranışıdır. Miruminin daxilində hərəkət, toxunma və yaxınlıq sensorları var. Kimsə yanından keçəndə başını yavaşca çevirib ona baxır. Əgər siz onu sığallasanız, reaksiya verir. Çox maraqlıdır həqiqətən. Kimsə qəfil yaxınlaşsa, utancaq uşaq kimi üzünü gizlədir. Bəzən isə heç bir səbəb olmadan sadəcə ətrafa maraqlı baxışlarla baxır. Bu davranışlar xüsusi alqoritm vasitəsilə təsadüfi şəkildə idarə olunur ki, hərəkətləri daha canlı görünsün. Burada məqsəd texnologiya nümayiş etdirmək deyil əslində. Sadəcə emosiya yaratmaq. Axı bu da lazımdır. Şirkət deyir ki, Mirumi insanlarla danışmaq üçün yox, insanların üzündə təbəssüm yaratmaq üçün hazırlanıb. Yəni onun əsas funksiyası məhsuldarlığı artırmaq deyil, kiçik, xoş anlar yaratmaqdır sadəcə. Beləliklə bəzi şirkətlər robotların daha ağıllı olması üçün çalışır. Bəzi şirkətlər də onları daha sevimli etməyə çalışır. Bəlkə də gələcəyin texnologiyası təkcə sürətli və güclü olmayacaq. Həm də insanın duyğularına toxunacaq. Xoşbəxt olmaq üçün heç də hər zaman mürəkkəb süni intellekt həllərinə ehtiyac yoxdur ki. Xoşbəxt hisslər üçün bəzən sadəcə sizə baxan iki cüt balaca göz də kifayət eləyə bilər, deyilmi? Xüsusilə də xanımlar və ya uşaqlar üçün.